Yasamal rayonu və Zahid Xəlilov küçəsi. Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Məhz bu ərazidə barmaq sayılası qədər rezidenslər var ki, onlardan da biri təbii ki, Renesans Palasdır. Hər kəsin arzusudur ki, belə deyim, çox insanların arzusudur ki, bax bu gözəl yaşayış binasından mənzili olsun. İnşallah arzusuda olanlara hər kəsə qismət olsun. Həm görünüş baxımından, həm də keyfiyyət baxımından belə deyərdim, bu ərazidə ən öndə gedən yaşayış binalarından biridir, Renesans Palas. Mənzilimiz satışa çıxıb, yeni bir mənzildir. Kimin üçün inşallah maraqlı olarsa, birbaşa mənimlə əlaqə saxlayar. Bəli, hörmətli izləyicilər, bir daha hər kəsi salamlayıram və qeyd etdiyim kimi Renesans Palasdan sizlərə 4 otaqlı möhtəşəm bir mənzili təqdim edirəm. Məxsusən dizayner tərəfindən bu mənzil təmir edilib və təmir zamanı hər bir xırda detallara qədər nəzər salınıb. Düşünmürəm ki, bu mənzili alan şəxs gəlib bu mənzildə neysə əlavələr etsin. Çünki hər bir şey bu mənzildə yüksək səviyyədədir. Ümumi sahəsi 181 kvadrat təşkil edir, çıxarışlı mənzildir. 17 mərtəbəli binanın 7-ci mərtəbəsində qanuni 4 otaqlı. Hal-hazırda dayandığım yer mənzilin hol hissəsidir. Giriş qapısı və girişdə belə bir güzgülü haçarlığı, yer hissəsi kermogranitlə bəzədilib, istifonla təchiz edilib. Davam edək, gəzək bu mənzildə və bu mənzildə olan gözəlliklərlə bir yerdə tanış olaq. Holda belə 4 qapılı qardırob yığılıb və onu da qeyd edim ki, bu dolabların rəngi, belə deyim, maşın kraskası ilə boyadılıb və əlavə burada da bir dolab var, daxilində isə paltaryan maşın quraşdırılıb. Keçid alırıq mənzilin qonaq otağına. Yer hissəsi bahalı parketlə döşənilib, hər otaqdan eyvana çıxışı var, hər otaqda kondisioner quraşdırılıb. Bir daha söyləyirəm, mənzil zövqlə təmir edilib və təmir zamanı hər bir xırda detallara nəzər salınıb. Bura körpələr üçün nəzərdə tutulan yataq otağıdır. Və sizə gözəl bir mənzilin mətbəxini təqdim edəcəm, hörmətli izləyicilər. Zövqlü bir mətbəx mebeli yığılıb, maşın, belə deyim, boyasıyla rənglənib bütün mətbəx mebeli. Əlavə daxilində 2 kameralı soyuducu, mikrodalğalı sobası, qavyan maşına qədər quraşdırılıb, yer hissəsi kermogranitlə bəzədilib və istifolla təmin edilib. Eyvana çıxışı var mətbəxdən, bir daha söyləyirəm, hər bir otaqdan eyvana çıxışı var. Davam edirik, indi isə mən sizə mənzilin digər hissələrini təqdim edəcəm, hörmətli izləyicilər. Holda yerləşir mənzilin hamam otağı və sanitar qovşağı, daxilində quraşdırılan aksesuarlar hamısı Almaniya brendinə məxsusdur. Digər mənzilin əsas yataq otağını sizlərə təqdim edirəm. Bu otaqdan da eyvana çıxışı var, yer hissəsi parket ilə döşənilib və bu otağın da özünə məxsus sanitar qovşağı və hamam otağı. Və sonuncu yataq otağını sizlərə təqdim edirəm, hörmətli izləyicilər. Bu otağın da yer döşəməsi parketdir, qarşısında eyvan hissəsi və bir daha söyləyirəm, hər bir otaqda kondisioner quraşdırılıb və zövqlü bir mənzil, Allah hər kəsi arzusu olanlara qismət eləsin. Bir daha söyləyirəm, ümumi sahəsi 181 kvadrat metr təşkil edir. Bu mənzillə maraqlanmaq istəyənlər, bu mənzilə sahib olmaq istəyənlər mütləq şəkildə mənimlə əlaqə saxlaya bilərlər. Sağ olun, salamat qalın.